kitap okuyan insanlar düşünceli insanlar. Ve bugün eğer biz gençlerimize mütalaa etmeyi qaytarabiliriksə, bu mədəniyyəti qaytarabiliriksə, deməli gələcəyimizdə gələcək nəsillər, gələcək gənclər düşünceli, savadlı, bilikli gənclər olacaq. Bu layihəni ilk gündən dəstəkleyen insan o idi və dediyiniz kimi Qalib Dövlət İdris, Allah bütün şəhidlərimizə rəhmət eləsin və artıq başqa istiqamətdə də biz çalışmalıyıq. Bu sosial şəbəkələrin böyüyən süni intellekti daha da böyük bir hissə, həyatımızın daha böyük bir hissəsi olan bir dünyada biz məncə kitablara da qayıtmalıyıq. Kitablar insanın ən yaxın dostu, ən etibarlı müəllimi və ən dəyərli xəzinəsidir. Xüsusilə kitab oxumaq məktəblilər üçün böyük əhəmiyyət daşıyır. Qəsəbəmizdə, parklarda kitab istedlərinin yaranması çox gözəl və təşəkkürdür. Bu stendlər insanların, xüsusilə də uşaq və yeniyetmələrin kitaba marağını artıracaq və onların asudə vaxtlarını daha səmərəli keçirmələri şərait yaradacaqdır. Parka gələn hər bir insan əgər kitab oxuyursa, deməli o öz mənəvi dünyasını zənginləşdirə biləcək. Unutmayaq, kitab oxuyan insan inkişaf edir. İnkişaf edən insan isə cəmiyyətin gələcəyini qurur. Kitab oxuyan insan heç vaxt tək qalmır. İnanırıq ki, belə bir məkan bir çox insanın həyatında müsbət təsir göstərəcək. Biz məktəblilər olaraq bu təşəbbüsləri ürəkdən dəstəkləyək. Kitab stendlərinin açılışı kimi gözəl və faydalı layihəni həyata keçirdiyinizə görə sizə bir daha təşəkkür edirik. Biz də müəllimlərin adına sizə dərin minnətdarlığımızı bildiririk və əməyi olan hər kəsə dərin minnətdarlığımızı bildiririk. Möhtəşəm bir təşəbbüsdür. Çox sağ olun, var olun. İnşallah ardı davamlı olar. Təşəkkür ederim. Bu cəmiyyətin acı reallıqlarını göstərərək oxucunu düşündürür. Yaxşılıq nədir? Qanun mı üstündür, yoxsa vicdan? Misir sərdabəsinin sirri Agatha Christie'nin yazdığı dedektiv janrlı əsərdir. Cinayət və cəzada insanın etdiyi hərəkətlərin nəticələri haqqında danışılır. O bizə göstərir ki, insan vicdandan qaça bilmir. İnsan məğlub ola bilər, amma təslim olmamalı. Daniel Defoe tərəfindən yazılmış Robinson Crusoe əsəri məndə dərin təsir yarattı. Bu əsər insanın gücünü və iradəsini çox gözəl göstərir. Robinson tək qaldığı adada çətinliklərlə qarşılaşsa da, qorxularına qalib gəlir və həyatda qalmaq üçün mübarizə aparır. O heç nədən qorxmadan çalışır və hər gün yeni çıxış yolu tapır. Bu əsər mənə göstərdi ki, həyat həmişə asan olmur. Amma insan güclü olsa, səbirli davransa və ümidini itirməzsə, istənilən çətinliyi aşa bilər. Bu əsər bizə sübut edir ki, insan təfəkkür edən öz gücü və iradəsi ilə həyatını qurmağı bacarır. Mən Jonathan Swift'in Gulliver'in səyahətləri adını daşıyan maraqlı bir əsərini oxudum. Bu əsərdə Gulliver gəmi ilə səyahət edərkən qəzaya düşür və kiçik amma ağıllı insanların yaşadığı bu adaya gedir. Onların həyat tərzinə təəccüblənir, onların həm kiçik, həm də ağıllı olması onu heyrətə gətirir. Bir müddət sonra fərqli bir adaya getməyə qərarına gəlir və bu adada isə özünün kiçilməsinə təəccüblənir. Bir müddət sonra o anlayır ki, bu adada yaşayan insanlar özündən qaç-qaç böyük idi. O, bu hər iki adada da müxtəlif dostlar əldə etdi, müxtəlif hadisələr, maraqlı hadisələr yaşadı. Bu əsər mənə öyrətdi ki, dünyada müxtəlif yerlər, müxtəlif insanlar yaşaya bilər. Onların hər birinə hörmətlə yanaşmalıyıq. Çox sağ olun uşaqlar, çox dəyərli vaxtınızı ayırdınız bizə, oxuduğunuz kitablar haqqında danışdınız. Mən də sakinlərimiz adından, məktəbimizin uşaqları adından, Son Bələdiyyəsi adından sizə təşəkkür edirəm. Kiçik layihə də olsa çox böyük təşəkkürdür. Təbii ki, kitablar dövrəyə girəcəkdir. Bir kitab gedəcək yerdən, bir də kitab gələcək. Bunlar da öz növbəsində bu kitablardan, evlərdə olan kitablardan, bura indi qoyulacaq kitablardan özlərinə hər halda personajlar, qəhrəmanlar, onlar kitabları oxuduqca özlərini həmin qəhrəmanın yerində hiss etmək istəyəcəklər. Bu da gələcəkdə onların formalaşmalarında. Şükür Allaha, Sevinç müəllimə onları formalaşdıra gətirir. Yaxşı uşaqlardır. Mən inanıram ki, gələcəkdə də onlar xalqımız üçün, dövlətimiz üçün böyük töhfələr verəcəklər. Sağ olsun. Sağ olun.